bağlı bir komissiya. Ramizin nə qədər müəssisəsi var, firması var, qohumların, əqrəbaların, mənim nəyim var? Ramiz müəllim harda idi? Köhnə deyir, sifətdən sifətə düşən. Bəli, sifətdən sifətə düşənin biri sizsiz. Vətəndaş mövqeyinə riayət İmam Əliyev. Sabir Rüstəmxanlı bu tənqidi çıxışı edəndə Ramiz Mehdiyevin qılıncının dal qabağının kəsən vaxtları idi. Bugün mənə elə gəlir, yalnız Sabir bəyin haqqı çatır söz deməyə. Amma qalanları Ramiz Mehdiyevə qarşı artan kəskin hücumları gördükdə, ittiham edənlərə baxdıqca yadıma bir əhvalat düşür. Kəndimizdə Musa adlı oğlan qonşu kənddən Ziba adlı qızı dəlicəsinə sevirdi. Ziba da biraz müasir tipli biri idi və Musa kasıb olduğu üçün onun elçilərini geri qaytardı, ərə getmədi. Sonralar Ziba kolxoz sədrinin avara oğluna ərə getdi. İllər ötdü, əri alkaş olduğu üçün Ziba ərindən boşandı. Musa'nın da həyat naxışı tutturdu. Varlı, imkanlı, sözünün dalı qabağı da kəsən biznesmen oldu. Bir gün Musa öz bahalı Lexusu ilə kəndə gələndə yolda təsadüfən Ziba ilə rastlaşır. Bənizi solmuş, gözəlliyi itmiş Ziba ona deyir: "Aya Musa, vaxtı ilə mənə yazdığın sevgi məktublarını çap etdirsəydim, Axundov kitabxanasına yerləşməzdi. İndi nə olub, düz keçirsən." Sonra da qaş gözlə: "Gəl qalxaq bizə evdə təkəm oturaq bir çaydan zaddan içə keçmişi xatırlayaq" deyib iş və nazla Musa'ya eyhan vurur. Musa isə Ziba'nın bu təklifinə gülümsəyib deyir: "Ay Ziba, bu təklifi 18 il qabaq edəydin də. İndi ay kişilər, ay rəsmilər, bu sözlərinizi 18 il qabaq deyərdiniz də Ramiz Mehdiyevə." Uşaq vaxtı ən çox sevdiyim kitab Fərman Eyvazlının Qaçaq Kərəm romanı idi. O romanda bizi Kərəmin qolçomaqlarla, Çar hökuməti ilə davası maraqlandırmazdı. Qaçaq Kərəmlə İsrafil ağanın bir-birləri arasında düşmənçiliklərinin kişicəsinə, mərdcəsinə aparması bizə xoş təsir bağışlayardı. Uşaq vaxtı bir sinif yoldaşımızdan küsəndə belə özümüzü Qaçaq Kərəm, İsrafil ağaya bənzədib, küstüyümüzün dalınca danışmağa heç kəsi qoymazdıq. Biz belə öyrənmişdik. Təəssüf ki, gələcək nəsillər bugünkü Qaçaq Kərəm və İsrafil ağalardan ancaq yaltaqlıq, qorxaqlıq öyrənəcəklər. Yıxılana balta vurmağı öyrənəcəklər. Ramiz Mehdiyevin timsalında bunu açıqca görürük. Vaxtilə Ramiz Mehdiyevin pencəyinin qırılan düyməsini aparıb bəhbəhlə evlərinin ən yuxarı başında qoyanlar, Ramiz Mehdiyevin ayaqqabı şotkasını müqəddəs ikona kimi qələmə verənlər bugün qəhrəmanlaşıblar. Sən demə, bunlar illərlə Ramiz Mehdiyevlə mübarizə aparılmışlar. Bizim xəbərimiz yox idi. Ramiz Mehdiyevin yaratdıqlarını axtarmağa dəyməz. Çünki onları hamı tanıyır. 2003-cü ildən sonra deputat mandatı almış bəzi müxaliflər, bəzi partiyası qeydiyyatdan keçmişlər, qəzet və saytları dövlət tərəfindən qəbul edilmiş bəzi siyasi xadimlər və media qurumları elə Ramiz Mehdiyevin qılıncının altından keçib sədaqət andı içənlərdir. Axtarışı onların arasında aparmaq lazımdır. Bugün qəhrəmanlıq pafosları lazım deyil. Ramiz Mehdiyevin Rusiyanın adamı olduğunu elə o vaxtlar məktəbli uşaqlar da bilirdi. Nə oldu? İndi ağlınıza gəldi. Qısacası yaltaqlıq xəyanətin açarıdır. Xəyanətə gedən yol yaltaqlıqdan başlayır. İnanmırsınız? Yaşayarıq görərik.